80 illik yubiley münasibətilə sənə təbrik məktubu göndərmişəm. Onu da biləcəksən ki, mən göndərdiyim və ümumiyyətcə yazdığım məktubların hamısını özüm yazdıram. Əvvəldən axıra qədər. Siz də bilirsiniz, hamınız da bilirsiniz ki, mənim dediyim sözlər də hamısı öz beynimdən gələn sözlərdir. Heç vaxt əlimdə kağız olmayıbdır. Biz bu dünyadan hamımız gedəcəyik. Ancaq mahnı, musiki yaşayacaq. Tevfik Kuliyev'in mahnıları, musiki daim yaşayacaktır. Eşk olsun musikiye, eşk olsun ince sanata. Yaşasın Tevfik Kuliyev. Onun qəzetdə yazdığı mənə gözəl sözlər, xüsusən onun axırda bir balaca, bir neçə sətir, onu mən 100% ümidəm ki, Heydər Əliyev özü yazmışdı. Ayın 7'sində, noyabrın 7'sində, mən 7'sində anadan olmuşam. Sonra anam hiss elədi ki, bu 7'sini değişmək lazımdır, değişti. Elədi 5'i. İndi 5'inde qovma ağraba gəlir. 6'sında dostlar gəlir. 7'sində də bayramdır. 7'sində düz 2 tamamda telefon çalındı. Telefonu götürdüm. Siz ne bilirsiniz? Kime eşittim? Heydər Əliyev. Saat 2 tamamda zəng elədi. Böyle sinkron mən görməmişdim. Ben kinoda çok işləyirəm. Çok işləmişəm, işləyirəm də. Zəng qutaran kimi Heydər Əliyev mənə xeyli xoş sözler dedi. Elə trubkanı təzə açmışdıq. Qapının zəngi vuruldu. Açdım, gördüm ki Fatma Hanım Abdullazadə bizim şöbə müdürümüz. Əlində böyük, bu zalın yarısı boyda buket. Əlində girdi içeri, verdi mənə, dedi ki bunu Heydər Əliyev gönderdi sənin üçün. Bu saat telefonla danışırdım. Ha vaxt çatdırdı bunu zat. Heydər Əliyev, mən sizə minnettarım ömür boyu.